dövlət hakimiyyətini ələ keçirməkdə və dövlətə xəyanətdə ittiham olunaraq barəsində ev dustaqlığı tədbiri seçilən prezident administrasiyasının keçmiş rəhbəri Mehdiyev barəsində xoş sözlər deyən, özünü onun kadrı hesab edən daha bir vəzifəli şəxsin adı açıqlanıb və bu şəxs prezidentinin prezident administrasiyasının hüquq ekspertizası şöbəsinin keçmiş müdiri Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Şahin Əliyevdir. Şahin Əliyev dediyi tərif dolu çıxışında Mehdiyevin onun insan kimi formalaşmasında mühüm rol oynadığını bildirir. Özünü Mehdiyevin şərəfli kadrı adlandırılan şəxsin təqdim edirik və o çıxışında hansı fikirləri deyib. Ramiz Mehdiyev haqqında ürək sözlərimi demək mənim üçün böyük şərəfdir. Ramiz müəllimlə 25 ildir tanışıq. Onun rəhbərliyi altında çalışıram. 25 illik təcrübə mənim insan kimi formalaşmağımda böyük bir məktəb olub. Bu məktəbin misli yoxdur. Həm dövlətçilik məktəbi, həm də yüksək idarəetmə mədəniyyəti məktəbidir deyə o öz çıxışında bildirib və bu çıxış da sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib və bildirilir ki, Mehdiyev vəzifədə olduğu illərdə əksər sahələrə öz adamlarını yerləşdirib və indi də həmin şəxslər ona canla başla qulluq edirlər. Qeyd olunub ki, bu şəxslərin hər biri ifşa olunmalıdır, amma bəziləri isə bunu gizlətməyə çalışır qorxduqları üçün. Təbii ki, onların hər biri ifşa olunmalıdır.